həkim qız, gözləri bənəfşən, gülər üzlü həkim qız, gözləri bənəfşən, qapımızdan keçəndən sarsılıram həmişə. Qapımızdan keçəndən sarsılıram həmişə. Başımda ağrımır kim, bir yanına gəlim mən. Başımda ağrımır kim, bir yanına gəlim mən. Geyinib baxatım. Mən 1955-ci ildə Naxçıvan şəhərində gözəl bir ziyalı ailəsində anadan olmuşam. Atam tanınmış bir elm xadimi kimi deyək, Yunus Qasımovun ailəsində 4 evladın 3-cüsü olmuşam. 3 dənə bacım məndən əlavə, biri məndən xırdadır, ikisi məndən böyükdür. Hamımız ali təhsil almışıq. Bir bacım həkimdir, bir bacım Dövlət Universitetinə qutarıb Bakıda uzun müddət əməkdar müəllimi olub, uzun müddət müəllimə işləyib, fəlsəfə üzrə, tarix üzrə dərs deyib. Çox böyük, gözəl tələbələri olub. Bir bacım indiki Neft və Kimya İnstitutunu, o vaxt deyirdi Azi. O institutu qutarıb, bir neçə illər, uzun müddət Naxçıvan elmi mərkəzində işləyib. Yəni bizim evdə hamı ziyalı olubdur. Mən Naxçıvan şəhərində 2 nömrəli məktəbdə orta məktəbə daxil olmuşam. Sonra orta məktəbi qurtarmışam Naxçıvan şəhərində. Yəni biz ailəlikcə həmişə Naxçıvan şəhərində yaşamışıq. Sonra orta təhsilimi başa vurandan sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşam, pediatriya fakültəsinə. Sonra Azərbaycan Dövlət Tibb Universitetini qurtardıqdan sonra təyinatla, o vaxtlar bütün tələbələrə təyinat verilirdi. Təyinat verilib Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına. Həmin müddətdən institut təhsilimi başa vurduqdan sonra internatura təhsilimi də Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasında başa vurmuşam 1 il. Sonra təyinatım üzrə işləmişəm. Qoy toxunsun sinəməm o şəfqətli əllər. 45 ildir yer dəyişmədən Naxçıvan Muxtar Respublika Əziz Əliyev adına Uşaq Xəstəxanasında pediatriya şöbəsində işləmişəm. 45 il eyni xəstəxanada fəaliyyət göstərmişəm. Onun 30 ilini pediatriya şöbəsinə rəhbərlik eləmişəm. Həm də mən işlədiyim müddətdə, yəni elmi təhsilimi də yerə qoymamışam. Uzun müddət tibb kollecində dərs demişəm. Tibb bazılarına demək, öz bildiyim qədər, necə deyim, gücüm çatan səviyyədə onlara tibbi təhsilin aşılanmasında köməklik eləmişəm. Uzun müddət Naxçıvan Dövlət Universitetində həkimlərə dərs demişəm. Onlara da hal-hazırda dərs dediyim tələbələrdən bizim şöbəmizdə fəaliyyət göstərir həkimlərim. Onlar da mənim bilik və bacarığımdan müəyyən miqdarda necə demək belə lazımdır, istifadə ediblər. Bu dəqiqədə mən onlarla birgə çalışıram. Çox da sevinirəm ki, mənim dərs dediyim tələbələr qürurla danışıram onlardan. Mənimlə çiyin-çiyinə bir şöbədə işləyirik. Onların potensialı da çox, necə deyim, yüksək səviyyədədir. İşləmə qabiliyyətləri də yüksək səviyyədədir. Mən o tələbələrimlə fəxr eləyirəm. Samilə doktor, dedim bugün o xəstələrimiz haqqında məlumat verəsiniz.
Xəstələriniz necə olub? Stasionar xəstələrimiz yoxdur. 2 xəstəm var. İkisi də vəziyyəti yaxşılaşıb. Bu gün evə buraxacağıq. Buraxasınız. Ambulatorda 4 xəstə baxmışıq. Xəstələrinize baxmısınız? Xəstəxanaya yatışınız olub? Olmayıb. Bu gün olmayıb. Nuriyə doktor, sizin necə olub xəstələriniz? Nə vəziyyətdədirlər? Doktor, bir xəstəmizin vəziyyəti yaxşıdır. 2 xəstə də əlavədən bu gün ambulator baxdığımız xəstələrdən stasionara qəbul eləmişik. Birinin biraz saturasiyası aşağıdır, ona da yardım eləmişik. Vəziyyət yaxşıdır. Onlar bir ailənin deyəsən 2 uşaqlarıdır. Yəni o uşaqlar elə bir ana oğlan yanında olduğuna biraz ehtiyacı olacaq da ki, evə gedib gəlmək ona biraz çətin olacaq. Yeməklə də nə desəz əlavədə biz köməklik edib, təmin eləyəcəyik. Nə lazım olsa bir yerdə də gəlib baxarıq. Ondan sonra nə də əlavələrimiz olsa mən deyərəm. Mənim ailə həyatım 1983-84-cü illərə təsadüf eləyir. Hal-hazırda Naxçıvan Muxtar Respublikasının Lo şöbəsinin bölmə müdürü Tariyel həkimlə mən demək ailə qurmuşam. 1984-cü ildə mən xəstəxanaya demək işə başlayanda məndən də bir il sonra Tariyel həkim gəlib ora işə və bir yerdə çalışmışıq, həm də ailə həyatımızı elə o bir yerdə bağlamışıq. Bizim 3 evladımız var, 2 qızımız, 1 oğlumuz. Hamısı təhsillidir, ali təhsillidirlər, hamısı savadlı, bacarıqlı uşaqlardır. Biri bizim elə bir yolumuzu davam elətdirib, həkimdir, Tariyel həkimin ixtisasını götürüb, atasının yolunu davam elətdirib, Lor həkimdir. O biri qızım İngilis dili müəlliməsidir və oğlum 2 təhsillidir, həm İqtisadiyyat Universitetini, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini qurtarıb, həm də 2-ci təhsil Naxçıvan Dövlət Universitetini Hüquq Fakültəsini bitirib, uzun müddət işləyir, indi bu dəqiqə Bakı şəhərində, hüquqşünas işləyir klinikaların birində. Yəni, o həkim olmasa da bir növü tibb aləmi ilə, necə deyərlər, belə bir yerdə çalışır da, yəni elə bir o da bizim yolumuza bir növü davamçılıq eləyir. Nəvələrim var, nəvələrim çox yaxşı, belə savadlı, bacarıqlı uşaqdırlar. Elə bir ki, ataların bir misalı var, deyər, o kökü üstündə bitər. Mənim atam o qədər savadlı, o qədər ziyalı, o qədər dünya görüşlü. Həm də atam Böyük Vətən müharibəsinin veteranı olub, kapitan səviyyəsinə, rütbəsi kapitan səviyyəsində olub. Atamın bütün keçdiyi bu ömür yolunu Naxçıvan Dövlət Tarix Muzeyində onun bütün, necə deyim, fəaliyyəti əks olunubdur. Yəni, nəvələr, uşaqlar, hamısı bizim ailəyə düşən insanlar, hamısı bizim ailəni belə, necə deyim, o qədər ziyalı, savadlı, dünya görüşlü ailə kimi qəbul eləyib, o istiqamətdə də gediblər. Deməli, 81-də interna keçdim, 82-də bu xəstəxanaya mən burunqulaq boğaz həkimi kimi təyin olundum. O vaxtlarda Gülarə doktoru burada gördüm. Gülarə doktor məndən 1 il öncə, 81-ci ildə burada 1 il işləyirdi, mən gələndə. Gülarə doktoru gördüm, mən də subay idim, o da subay idi. Nəysə, sözümüz tutdu. Deməli, 84-cü ildə biz evləndik. Gözəl balalarımız var, savadlı balalarımız var. Nəslimiz hər iki tərəfdə gözəl nəsildir. Gülarə doktorun nəsli hamısı ziyalıdır, bizdə də ziyalılar çoxdur. Demək olar ki, ailənin bütün üzvləri ziyalıdır, müəllimdir, həkimdir. Yəni, belə bir ailə ilə qohum olduq. O vaxtdan da yola gedirik, dolanırıq. Elə bir ciddi narazılıq olmur, bir yerdə işləyirik. Bu 2-ci mərtəbədə, mən də 3-cü mərtəbədə. Yəni, bir-birimizin işinə... Bir yerdə işləmişik.
Əvvəllər 15 düzdür. il. Cərrahi şöbədə Gülara doktorda uroloq işləyirdi, burada cərrahi uroloq. O vaxtlar 15 ilə kimi bir yerdə işlədi. Yəni normal həyatımız olub. Yaxşı uşaqlarımız var, tərbiyəlidirlər, savadlıdırlar. Hamısı Nəvələrimiz var. nəvələrimiz var. Bu işlədiyim 42 il ərzində bir kimsəyə ziyanım toxunmayıb, ancaq xeyrim dəyil. Ölümsüz işləmişik, ağırlaşma Ölüm hadisəsi olmayıb. Ən böyük nailiyyət budur ki, heç kimə ziyan verməmişəm. Ailə başçısı ilə bir yerdə işləmək həm maraqlıdır, həm gözəldir, həm də biraz çətindir. Biz ailədə hər hansı bir, necə deyim, məsələn də bir ailə işimizi ya bizə aid olan şəxsi işləri xəstəxanaya 41 ildir ailəliyik, 41 ildir də doktor da eyni xəstəxanada işləyib. Heç vaxt ailə problemlərimizi biz işə gətirməmişik. Ailəmizin problemlərini ailədə həll eləmişik, işdə olan problemlərimizi işdə həll eləmişik. Demişəm, elə xəstə var, mənim də yanıma gəlir, Tariyel həkimin də yanına gəlir. Amma heç birimiz biz biruzə vermirik ki, nə o bizim ailənin başçısıdır, nə də mən doktorun həyat yoldaşıyam. Bir dəfə sual verdilər ki, doktor, siz Tariyel həkimi tanıyırsınız? Deyirəm, bəli, tanıyıram. Bunu mən qeyd eləmişdim əvvəlki verilişlərdə. Deyirəm, qonşu yox, tanıyırıq da bir-birimizi. Sonra valideyn mənə müraciət edir, doktor, deməklə siz bir ailəsiz. Yəni, ailəni dəyərini bilmək, ailənin qiymətini bilmək, onu böyük, necə deyim, yüksəklərə qaldırmaq, o ailən hər iki ailə başçısından çox asılıdır. Həm qadından, həm də kişidən. Biz də bu dəyərləri saxlamışıq, həqiqətən də, necə deyim, gəlib bu nəvə-nəticə yəsindən sıxmışıq. Yadımda mı öten günler, ağaç altı bulaq sesi, günler keçir bize kalır, o günlerin hatiresi. Demək olar ki, illərimiz boşa getmədi. Səmərəli oldu. İşlədiyimiz yerdə xalqa, millətimizə, uşaqlarımıza qulluq elədik. Ailecə möhkəm olduq. Bir-birimizə bağlı olduq, bir-birimizə hörmətli olduq. Bu illəri yavaş-yavaş başa vururıq. İndi bizim ömrümüzün ikinci baharı gedir. Çalışırıq ki, bu illəri də səmərəli yaşayaq, hörmətlə yaşayaq. Balalarımızı, nəvələrimizə qulluqda olaq. Onlarla bu illərimizi keçirək. Nəvələr böyüyür. Gülara doktorda, mən də nəvələrə çox bağlıyıq. Düz deyirlər ki, nəvələri babalar çox istəyir. Amma bilmirəm, nəvələr də babaları istəyəcək ya yox. İstəyəcək. İnşallah onlar da bizlərə hörmət eləyərlər, bizləri sevərlər. Necə ki, biz onları sevirik. Öten günler hem çoxalır, hem azalır bizimizdə, alnımızda o illərdə. Mənim işim o qədər çətin olub ki, niyə? Həm həkim kimi fəaliyyət eləmişəm, həm ictimai işlərdə, qadınlar cəmiyyətində, yəni gücüm çatanda köməkliyimi eləmişəm. Tibb kollecində bütün Naxçıvan əhalisinə əlavə bütün Azərbaycanın digər rayonlarına, onlarla dil tapmaq, onlarla danışmaq, onların dərdi sərinə bir tələbənin işi tək oxumaq deyil. Uzaqdan gələn tələbələrin yaşayış mühiti də olmalıdır, onlara kömək də lazımdır. Hamısından heç vaxt bezməmişəm. Bu dəqiqədə mənim tələbələrim elə bir bayram olmaz, elə bir, yəni gözəl mənim bir əziz günüm olmaz ki,
o tələbələr mənə zəng eləməsinlər. Hamısı Azərbaycanın bütün rayonlarından, bütün kəndlərindən hamısı zəng eləyir, mənlə əlaqə saxlayır, məsləhətlərimi alır. Yəni mən onlara bir ana qayğısı göstərmişəm, bir əziz adamın qayğısını göstərmişəm. Özüm də təyinatı ilə, hər dəqiqə baxışı ilə, məsləhətlərimizlə kömək ilə deyil, 2 gündür maşallah böyük yaxşıdır. Pnevmoniya çıxmadı. G06, kəsin respirator xəstəliyi oldu. Sizə böyük düşür idi, məlumat verəcəm, data icrası oldu, başımız qarşı. Şükür, uşaqlar yaxşıdır da. Mən əminəm ki, siz uzun müddətli qazandığınız təcrübələrinizlə əlaqədar olaraq, bu təcrübələrin tətbiqi ilə əlaqədar olaraq, şöbədəki xəstələrə sizin necə ciddi yanaşdırmağınız öz müsbət nəticəsini verəcək. Siz həm tələbkeş, həm praktik olaraq xəstələrlə işləyən bir həkimsiniz. Mən bunu internet vaxtı görmüşəm. Heç bir xəstəni siz başlı başına buraxmırsınız, həmişə ondan maraqlanmışsınız. Arxayınıq ki, sizin kimi bir həkim həmin şöbədə şöbə müdürüdür və bu şöbədə bizim xəstəxananın ən geniş profilli şöbəsidir. Ən ixtisaslı olan, daha çox ixtisaslı olan şöbə buradadır. Sizin həyatınız bu xəstəxana ilə olur. İlk həkim fəaliyyətinə başlayandan bu xəstəxanada başlamışsınız. Hər hansı bir ağırlaşma, onların müalicəsinə əlaqədar olaraq mən əminəm ki, siz orada olursunuz, birlikdə həkimlərin köməyi ilə, iştirakı ilə onları aradan qaldıracaq. Heç bir narahatçılığımız olmayacaq. Həkimlik çox çətin peşədir. Çünki böyük adam xəstələnəndə bir nəfər gedir, həkimə müraciət eləyir. Amma uşaq xəstələnəndə hər iki tərəfin valideynləri, yəni baba, nənələr, ata, ana, onların həssaslığını, uşağa həssas yanaşmasını gərək qəbul eləyəsən. Onlarla dil tapıb danışa biləsən, müalicə sisteminə baxasan. Ona görə, yəni deyir ki, həkimlik belə bir duyğudur ki, çox gözəl duyğudur. O gözəl duyğunun arxasında da elə bir çətin bir ömür gedir. Yəni çətin bir həyat qoyursan, bir sağlamlıq qoyursan həkimlik peşəsində. Yəni demək olmaz ki, həkimlik peşəsi çox da rahat bir peşədir. Bu peşəni yiyələnmək üçün Naxçıvan Muxtar Respublikası üzrə əhali arasında hörmət qazanmaq üçün xəstələrin müayinəsində, müalicəsində insanlarla dil tapıb danışmaqda gərək, necə deyim, böyük ürək sahibi olasan. İnsanlıq ola, necə deyim də, belə böyük bir qəlbə malik olasan. Bax, belə çətin peşədir. Musiqi duyumum da güclüdür. Yəni, atam rəhmətli deyirdi ki, yox, böyük bacın terapevt olub böyüklərlə işləyəcək. Sən mütləq uşaq həkimi olmalısan. Mənim rəhmətli anam gözəl müəllimi olub. Çox belə savadlı, bacarıqlı, hörmətli bir müəllimi olubdur. Yəni, bizim belə 4 qız evladının belə dəyərli yetişməsində, savadlı yetişməsində, yəni ailə həyatında belə anamızın çox böyük rolu olubdur. Rübəbə müəllimə Qasımova. Mənim ən çox, necə deyim, həkimlik həyatımda, xatirələrimdə həm gözəl tələbəli illəri yola salmışam. Bu dəqiqədə bütün tələbə yoldaşlarımla mən elə bir tez-tez danışırıq, əlaqə saxlayırıq. Keçən il orta məktəb tələbələri ilə 50 illiyimizi elədik. Həm də 40 illiyimizi də, 41 illiyimizi də Dövlət Universitetində, Tibb Universitetində qeyd elədik həkim uşaqlarına. Yəni, bu mənim yaddaşımda o qədər gözəl izlər, gözəl xatirələr deyibdir ki, belə yazılıbdır ki, elə bir onlar mənim ömür səhifəmin bir hissəsidir. Bir də mənim heç yadımdan çıxmaz, mən cərrahiyyə şöbəsində işləyirdim. Bir ağır xəstə gətdilər.
Mənim bir şöbə müdürüm var idi, onda özüm şöbə müdürü dərdim. Şöbə müdürüm var idi, İbrahim Həkim, Əliyev İbrahim, gözəl uşaq cərrahı idi. Mən də növbədəydim. Bu valideynlər elə gəldilər, hələ də onlar mənim yadıma düşəndə. Uşaq çox ağır vəziyyətdə. Mən qalmışam belə, necə deyim axı, çox belə çıxılmaz bir vəziyyətdə. İstəyirəm bu cavan həkiməm, istəyirəm bu cavan valideyn gətirib, bunlarla bərabər az qaram ağlayam, az qaram, necə deyim axı, belə qaçışam bunlara. Ancaq birdən xatırladım ki, mən həkiməm. Mən analıq hissiyatını, evladlıq hissiyatını kənara qoyub, həkim kimi bunlarla davranmalıyam. O uşaq böyüyüb, Azərbaycan Dövlət Universitetində müəllimdir. Yəni, hər dəfə onun Naxçıvana gələndə mütləq məni görür. Belə mənim xəstələrim çoxdur, həddən artıq. O oğlanı mən təzə gəlmişəm, cavan həkiməm. İbrahim doktor dedi, hər şeyi qoyarsan qırağa, mənlə bərabər girəsən içəriyə. Hər şeydə kömək elədim. Elə bir Allah Taala mənə bir qüvvə verdi. İndi o xatirə, belə xatirələrim var. Yadıma düşəndə həqiqətən özüm də kövrəlirəm. Az da olsa Naxçıvan səhiyyəsində, uşaq səhiyyəsində, yəni uşaqların böyüyüb başa çatmasında mənim də az da olsa, yəni belə bir fəaliyyətim vardısa, demək, mən dünyanın ən xoşbəxt adamıyam. Mən gənc qızlarımıza, bilirsiniz ki, biz 41 ildə ailəliyik. Gənc qızlarımıza, gəlinlərimizə, cavan ailə başçılarına, istər oğlan oldu, istər qız oldu. Mənim sözüm həmişə tələbələrimə də bu sualı verirəm. Sual verirlər, bu cavabı verirəm. Səbirli olsunlar, hövsələli olsunlar. Ailədə hər şeyi böyütməsinlər. Hər şeyi ailə daxili, yəni həll eləmək vardırsa, niyə onu kənara çıxartmaq lazımdır? Necə öz evladlarıma deyirəm, ətrafımdakılara da deyirəm. Yəni, cavanlara səbirli olmağı arzuluyuram, savadlı olmağı arzuluyuram. Ailə xatirinə ailə qurmasınlar, ömürgün xatirinə yollaşsınlar, necə deyim, ailə qursunlar. Cavan ailələr səbirli olmalıdır, səbir. Tariyel həkimlə mən o ailədə, əgər belə yol həkim kimi, ikimiz həkim olsa, bəlkə ayrı ixtisas olsaq, biz çox sakit bir ailə olardıq. Ancaq biz həkim olmuşuq, hərdən bir-birimizə o həkimliyimizi sübut eləmək istəmişik. Mən istəmişəm Tariyel doktora deyəm ki, mən düzəm, Tariyel həkim də istəyib mənə. Axırda bir ortaq məxrəcə gəlmişik. Bizim evladlarımız da görüb ki, savad dərəcəsində, ailədə biz ortaq məxrəcə gəlmişik. Ona görə də, yəni, bizim ömür qatarımız, ikimiz də elə bir eyni yaşdayıq da, yəni, ömür qatarımızın gedişatı çox düzgün olubdur. Yəni, həm savad barədə, həm ailə barədə düz yolu getmişik. Biz ayrı yollara, yəni, necə deyim, o düzgün olmayan yollara meyl eləməmişik. Çox düzgün yollar getmişik. Məndə də düzlük olub, doktorda da düzlük olub. Mən həqiqətən bir qadın kimi çox düzgün bir qadın olmuşam. İşdə də, dərs deyəndə də, ailədə də. Yəni, düzlük olmasa o ailə, o qatar axıra gəlib çatmaz. Bu ömür qatarı həqiqətən də mənə kövrəltdi. Mən bu qatarla özümü, necə deyim, ailəmi, Tariyel həkimi çox gözəl gördüm bu illər boyu. Bu qatarı, baxdım ki, bu qatarı axıra gedib, belə illər uzunu yol getməsi üçün düşüncə tərzimizi təzələməli idik, ailə tərzimizə fikir verməli idik, evladlarımıza ki, bu qatarı biz axıra qədər gedə bilək. Şükür, getmişik və hələ gedəcəyik. Getdiyimiz yollarda da mən heç dayanmaq istəmirəm, getmək istəyirəm. Belə çox sevib
qatara minmişik. Axıra qədər də sevə-sevə bu qatarı yola verəcəyik. Və bizi dinləyən dinləyicilərə də onların da bizim bu mindiyimiz qatara biz necə minmişik, onlar da minsinlər və bu ömür qatarını təlaşmadan sevə-sevə geçsinlər, yola versinlər. Dağda dözməz, mən dözürəm, dözüb özümü üzürəm. Mənim ömür nəğmələrim, könlüm səndən heç nə umur, ədam qəlbimə toxunmur, inan ki sənsiz oxunmur. Mənim ömür nəğmələrim, ömür yarpaq yarpaq gedir, eşqin məni dəli edir, həsrətin bağrımı didir. Ah, mənim ömür nəğmələrim. Niyə yazılmır bu yuxum, unudulmur niyə qoxum, bəsdə sustum biraz oxum, oxun ömür nəğmələrim. Niyə yazılmır bu yuxum, unudulmur niyə qoxum, bəsdə sustum biraz oxum, oxun ömür nəğmələrim.